Herkese salam olsun. Testin izahına baxaq. Sən uşaq deyilsən ki, söyləyim ki, məhəbbət insan ömrü üçündür. Su kimi, çörək kimi. Köməkçi nitq-hissələrlə bağlı doğru fikirləri seçin. Baxırıq, köməkçi nitq-hissələri gördüyünüz kimi kilərdir, üçün və kimilər. Birincidə deyir ki, qrammatik amonim olan qoşma işlənib. Qrammatik amonimlik nədir? Leksik amonimlik əsas nitq hissələri arasında olan amonimlikdir. Qrammatik amonimlik isə məna taylarından biri köməkçi, digəri əsas nitq hissəsi olan və yaxud hər iki məna tayı köməkçi nitq hissəsi olan amonimlər qrammatik amonimlərdir. Biz də baxırıq, burada kimi qoşmalarını görürük. Kimi qoşması qrammatik amonimdir. Məna taylarından biri əvəzlik, yəni digəri isə qoşmadır. Ona görə biri doğru götürəcəyik. Birinci misrada aydınlaşdırma bağlayıcısı işlənib. Birinci misrada olan ki bağlayıcı deyil, ədatdır. Ona görə ikini doğru götürməyəcəyik. İkinci misrada bağlayıcı ilə amonim olan ədat işlənib. Burada da yenə əksini verir. Buradakı ki bağlayıcıdır və ədatla amonimlik təşkil edir. Amma burada deyir ki, ikinci misrada bağlayıcı ilə amonim olan ədat işlənib. Xeyr, burada əksinədir, bağlayıcı işlənib. Ona görə üçü də doğru götürmürük. Səbəb məqsəd qoşması xəbərlik şəkilçisi qəbul edib. Gördüyümüz kimi üçün səbəb məqsəd qoşmasıdır, dür xəbərlik şəkilçisidir. Ona görə 4 doğru olacaq. Qoşmalar fərqli məzmundadır. Burada kimi qoşmalarını və üçündür qoşmalarını görürük. Bəli, fərqli məzmundadır. Ona görə də 5-də doğru götürürük və cavab olur A variantı. Növbəti testimizə baxaq. Deməli, növbəti testimiz hansı fikrin əvvəlinə bütün sözü yazılsa fikir doğru olar? Baxırıq, bütün sözlər məcazi mənaya malik ola bilir. Xeyr, bütün sözlər məcazi mənaya malik ola bilmir. Məcazilik daşımayan sözlər də var. Bütün amonimlər eyni nitq hissəsinə aid olur. Xeyr, bilirik ki, amonimlər həm eyni, həm müxtəlif nitq hissəsinə aid olur. Bütün məcazi mənada olan sözlər sabit birləşmədir. Bu da doğru deyil. Bütün məcazi mənada olan sözlər, məsələn, desək ki, tutaq ki, şirin dil, şirin söz. Yəni, məcazi mənadadır, amma sabit birləşmə deyil. Sabit birləşmə nədir? Frazoloji birləşmədir. Bütün frazoloji birləşmələr məcazi mənalıdır. Amma bütün məcazi mənada olan sözlər sabit birləşmə deyil, frazoloji birləşmə deyil. Bütün eyni mənalı sözlər, Y-yə baxırıq. Bütün eyni mənalı sözlər sinonimdir. Xeyr, bütün eyni mənalı sözlər sinonim deyil. Məsələn, götürək bivəfa və vəfasız sözlərini. Bunların kökləri eynidir. Eyni mənaya gəlsə də sinonim hesab olunmur. D variantına baxırıq. Leksik mənalı sözlərin qrammatik mənası var. Bütün leksik mənalı sözlərin qrammatik mənası var. Bəli, qrammatik mənası olan bütün sözlərin leksik mənası yoxdur. Lakin bütün leksik mənalı sözlərin eyni zamanda qrammatik mənası da var. Ona görə D variantını doğru götürürük. Bu qədər dostlar.